Soyuq filmi 2016-cı ildə Bəhmən Bəhram Ərk qardaşlarının rejissorluğu və ssenari müəllifliyi ilə ərsəyə gətirilib. Təbriz Gənc Kinematografçılar Assosiasiyası filmin çəkilməsində maliyyə dəstəyi ayırmışdı. Film eyni ildə kinoteatrlarda nümayiş etdirilib. Ərk qardaşları filmi Azərbaycan dilində və Azərbaycanlı aktyorlarla ərsəyə gətiriblər. Film uşaq və yeniyetmələr üçün nəzərdə tutulub. Filmin hekayəsi kasıblıq içində yaşayan kiçik oğlanın bu çətinliklə qarşısında keçirdiyi psixoloji gərginlik və onun nəticəsində göstərdiyi fərqli reaksiyanı təsvir edir. Film İranın 29-cu Beynəlxalq Uşaq və Yeniyetmə Filmləri Festivalında ən diqqət çəkən filmlərdən biri oldu və ən yaxşı rejissor, ən yaxşı qadın aktyor və münsiflər heyətinin xüsusi mükafatı kimi qalibiyyətlərə layiq görüldü. Həmçinin Soyuq, İran kinematografiyasının nümayəndəsi kimi Çin Xalq Respublikasında keçirilən 19-cu Şanxay Film Festivalında da bir sıra nüfuzlu mükafatlara namizəd göstərildi.